Salam hörmətli izləyicilər, hamınızı xoş gördük. Bir dənə sizə çəkib göstərirəm. Hamınız sıraz zəng eləyə düşməyəcək. Gəl alıram evi. Vişnovkada yox, sərfəli qiyməti usta evidir, sənətkar evidir. Bax, özü düzəldib bunu hamısı. Görürsən. Evin qiyməti nə olsa yaxşıdır. Mülkiyyət, evin də torpağında sənədi var. Tam paket qupsal. Deməli, hörmətli izləyicilər, bu evin arxasıdır. Evimiz budur. İndi gedir evin qabağına, qabaq hissəsinə. Bu şansı bırakmayın ha. Yəni qiymət münasib. Əl çatan. Gəl. Sənəddə 3 sotdur. Amma əlavə bu torpağı görürsünüz. Bu da bura aiddir. Haradasa belə deyək, 3 sot yarım. Gəl. Bax fikir ver. Buna bax. Təmiz çəkdim. Yay mətbəxidir. Dincəlmə otağıdır bura. Hörmətli izləyicilər. Bağlayacağam. Bir dənə bunun apşifkasını çəkib yuxarı taxta apşifka. Burada oturub dincəlmək üçün. Fikir verdik. Bax. Qaz peçi. Bura mətbəximizdir. Kuxnyadır. Gördünüz? Buna mebeldə varıdır. Evimizin isitmə sistemi kombidir. Gəl. Kim alsa Allah xeyir versin. Qardaş, sənətkar evi, usta evi. Nə istəyirsən daha? Yağın ki, usta da indi belə deyək də, pis tikməyəcək ki, özü üçün tikilmə evdir. Gəl. Yoxsa çıxıb gedir rayona, dedi ki, satıram. Daha gəlməyəcəm buralara. Bəsdir da, yoruldum burada. Hə, bax. Bax, manqalı da var. Giriş qapısıdır. Evimizi bir dənə buradan çək göstərəcək, zəhmət olmasın. Qapısını da çəkib göstərəcəm sizə, qabaq hissəndə. Hə. Deməli, 2 mərtəbədir, üstü mansard tiplidir. Evdəki təmirlidir, səliqəli evdir, bax, qabağı. Maşın da girək. Bura hamam tualetidir. Su çənləri, quyusu da var. Gəl bura. Evimizin qabaq hissəsidir. Gəl. Bir dənə qapısını çək görsət. Bu qapısıdır. Burada da maşın saxlamaq olur. Gəl. Vişnyovka Alvallıq. Vişnyovka 1. Yəni Bağlar market tərəf. Bilgə istiqamətində. Taksimatorlu. O tərəfdədir. Həyətin gördünüz. Özü üçün də tikib də. Xırda hamısını özü tikib. Burada da balaca. Bəli. Hə, meyvə ağaçlar heç. De görüm nələr var, nələr yox. Gilas, qaysı. Gilas, qaysı, sonra nə? Əzgi, alma, gilanar. Çəkib görsətsəm. Ha, burada belə bir özü üçün güşə edəcəkdir. Bu da şəlalə kimi. Bəli. Göyçə alçası da var. Hansı deyil? Hə, bu da göyçə alçasıdır. Hə. Bildirim olacaq. Ha, sənəd, torpağın da evində sənədi var. Düşes sortu armudu da var. Gəl. Kim alsa Allah xeyir versin. Gəl qardaş. Tələsmə. İşıqları özüm yandıracağım. Tələsmə. Ha, deməli, belə hörmətli izləyicilər, bu giriş hissəsidir, bu mətbəxidir. Mətbəx mebeli də varıdır. Cütdaşdır evimiz. 2-ci mərtəbəyə buradan qalxacaq. Bura qonaq otaqdır. Çək görsət. 100 kvadrat metrdir. Altı üstü. 100 kvadrat metrdir. Bura zirzəmisidir, kladovka kimi də istifadə olunur. Bura hamam tualetidir. Çək. Qalxaq 2-ci mərtəbəyə. Ümumilikdə 3 otaqlıdır. Bir otaq aşağıda, qonaq otağı. 2 dənə də yataq otağı burada. Bir də balkona çıx. Balkonu da sizə göstərəcəm. Bu birinci yataq otağıdır. Yəni üstü qəşəng dediyinə görə qəşəng izolyasiya olunubdur deyə usta gətirsinlər. Gəlsin, yoxlasın, baxsın. Bura 2-ci otağıdır. Yataq otağıdır. Yəni sərfəli qiymətə də alın. Yayda gəlir. Bir dənə balkona da çıxaq. Bu da belə təmiz hava, quruyub. Burada nəmişlik olmur. Zəngimizi gözləyirəm. Sağ olun.